Herkese salam dostlar, ben Rəşad. Bugün sizlərə dostlar gördüyünüz kimi yeni bir video ilə qarşınızdayım. Bu videoda 5 il sonraki abunəmizə baxacağıq. Yəni 5 il sonra nə qədər abunə və nə qədər izlənməmiz olacaq. Bu videoda tək öz izlənməmə və öz abunəmə baxmayacağıq. Bütün Azərbaycanlı YouTuberlərə baxacağıq. Yəni bütün dediyim 5-6 dənəsinə mənim tanıdıqlarım əsas YouTuberlərə baxacağıq. Deyə bilərsiniz ki, sən bu abunə artışlarını hardan bilərsən? Bunu mən demirəm, Social Blade adlı bir sayt deyir. İndi isə bura öz adımızı yazaq. Rəşad Bağıyev yazdım. Axtarmağa bastım, görək nə çıxacaq. Burada Maariflə mənim kanalım çıxdı. Bağıyev olduğu üçün Maarif də çıxır. Nəsə, öz kanalımla başlayayım birinci. Gördüyünüz kimi burada Rəşad Bağıyev deyir. Burada Future Projections var. Ona basırıq. Gördüyünüz kimi belə bir yer açıldı. Burada 30 gün sonra, 60 gün sonra, 3 ay, 6 ay, 9 ay, 1 il, 1 il 3 ay, 1 il 6 ay, 1 il 9 ay, 2 il, yəni belə çoxlu abunə artışları var. 30 gündən sonra deyir 2202 abunə olarsan. Bunu hardan bilir? Kanalımızın aylıq abunəsinə görə bunu deyir, yəni özündən uydurmur. Amma bunların hamısı düz deyil, çünki mən hər ay eyni abunəni almıram. Məsələn, gördüyünüz kimi 5 il sonra 30.000 abunə olacağımı deyir. Amma mən 5 il sonra 30.000 abunə olmağı istəmirəm. Azı bir 5 il, 5 il. Az vaxt deyil, 5 ildən sonra mənim 20 yaşım olacaq. 5 ildən sonra 30.000 abunə məncə çox azdır. Yəni o boyda 5 ildə 30.000 abunə. Əslində yaxşı bir rəqəmdir, amma mən bu qədərini istəmirəm. Bundan daha çoxunu istəyirəm. Çünki 5 il video çəkəcəm. Təxminən gündə video atsam 365-i 5-ə vuranda bir dəqiqə 1500 video eləyir təxminən. 5 ildə 1500 video və 30.000 olacaq. Yəni azdır, yəqin bir 100.000 olarıq 5 ildən sonra Azərbaycanın YouTube-u belə getsə. 30.000 və 1.670.000 də izlənməmiz olacaq deyir. Pis deyil 1.670.000. Nəysə, indi özümüzünkinə baxdıq. Başqa YouTuberlərə də baxaq. Məsələn, Maarifin kanalına baxaq. Elə çıxıb burada. Maarif Bağıyev vlog basaq. Yenə bura klikləyə görək nələr çıxacaq. 30 gündən sonra Maarif 1802 abunə olacaq. Yaxşıdır da. 31 aydan sonra 200 abunə artır. Təxmini 200 abunə artır, yaxşıdır. 5 ildən sonra Maarif 13.000 abunə olacaq. Niyə desəz? Çünki Maarif video çəkmir, YouTube-u buraxıb dediyinə görə. Yəni deyir, həftədə bir dənə, 2 dənə video atacağam. Ona görə 13.000 olub. Gündəlik video atsaydı bu çox idi. Mən baxmışdım Maarifinkinə. 20.000 göstərirdi YouTube-u buraxmadan əvvəl. İndi izlənmələri düşüb deyə ona görə 13.000 göstərir və 1.433.000 izlənmə deyir. Bizimkindən biraz az. Nəsə, İndi yəqin ki 13.000 də çox az bir rəqəmdir Maarifin kanalına görə. Çünki 13.000 hardasa 5 ilə görə çox azdır. Hamının fikirləşdiyi bir YouTuber PewDiePie baxaq. PewDiePie. Baxaq görək nə qədər abunəsi olacaq. 30 gündən sonra hardasa bir 500.000 abunə gələcək buna. 500.000. 5 ildən sonra 77.657.000 abunəsi olacaq və 28.576.380.000 izlənməsi olacaq. Amma bu da məncə səhvdir. Çünki 5 ildən sonra PewDiePie məncə 100 milyon abunə keçər məncə. 77 milyon azdır. Nihad Əliyevə baxaq indi. Görək nə qədər abunə olacaq Nihad Əliyev. Nihad Əliyevə girdik, bura baxaq. Görək nə qədər abunəsi olacaq. 5 ildən sonra 29.000 abunəsi olacaq. Çox azdır məncə 29.000. Yəni 5 ilə görə dəhşət az göstərir hamısını. O boyda 5 ildən sonra 30.000 abunə, təxminən 30.000 abunə və 1.556.000 də izlənməsi olacaq. Bu dediyim kimi aylıq abunə və izlənməyə görə deyir. Məsələn, aylıq 30 abunə alırsansa, məsələn, onu vurur 5 ilə, cavabı yazır bura. Bu da düzdür. Baxaq görə başqa kim YouTuber var. Şimdi bir də ağlıma gəlmir. Azərbaycanlıların AliExPro-da yazaq. AliExPro da Rusiyada qalır mən bildiyim. Rusiyada çoxlu sorğular eləyir Azərbaycana aid. Budur AliExPro. 40.000 abunəsi var. Məncə bu bir 5 ildən sonra bir 200.000 olar. 200.000 deyirəm ya da daha çox. 359.000. 359.000 əslində yaxşıdır. 30 gündən sonra 6.000 abunə artacaq.
Bu videomuzun da sonuna gəldik. Videonu bəyəndinizsə like düyməsinə basa bilərsiniz. Saytın linki aşağıdadır. Siz də istədiyiniz YouTuberin və ya öz kanalınızın adını yazaraq 5 ildən sonra neçə abunə olacağınıza baxa bilərsiniz. Nəsə, sağ olun, salamat qalın, gələcək videoda görüşmək üzrə. Bay bay.